Allah-u Teala Celle Celaluhu bizleri buraya topladı. Bugün 5, 4, 6 kardeşimiz beytleri okuyacak. Geri kalmış olanlar ise Efendimiz'e salavat-ı şerife getireceğiz. Nece getireceğiz? Allahümme salli ala seyyidina Muhammedin ve ala seyyidina Muhammedin ve sellem ya da Allahümme salli ala Muhammedin ve ala Muhammedin ve sellem ya da Efendimiz'e selam olsun diyerek kalbimizle dua edeceğiz. Allah-u Teala bu meclisimizi hayırlara vesile eylesin ya Rabbim. Şimdi ise sözü rayonumuzun kazısı Malik Efendi ile. Buyur Malik Efendi. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Esselatu vesselamu ala Resulina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri ve ahlukdeten min lisani yefkahu kavli. Rabbi yassir ve la tuassir. Rabbi temmin bil hayr. Allah'ın salamı, bereketi, rahmeti, mağfireti üzerinize olsun. Allah-u Teala meclisimizi kabul etsin. İmam qeyd elədi, Peyğəmbər sallallahu aleyhi və səlləmin şərəfinə olan bir məclisdə bura toplaşmışıq. Həqiqətən Mövlüd məclisi böyük məclislərdəndir. Niyə? Çünki bizə aləmlərə rəhmət olaraq, bizə rəhmət olaraq göndərilən bir Peyğəmbərin doğum gününə toplaşmışıq. Allah razı olsun dədələrimizdən, babalarımızdan, şeyxlərimizdən bu məclisi qoruyub, saxlayıblar. Bu məclislərin böyük əhəmiyyəti də odur ki, bu məclislər səbəbilə böyüklərimiz bizə dinimizi anladılar. Bu məclislər dini anladılan məclislərdir. İmam qeyd elədi, Peyğəmbər sallallahu aleyhi ve sellem aləmlərə rəhmət olaraq göndərilib. Nə deməkdir? Peyğəmbər sallallahu aleyhi ve sellem bizə necə rəhmət olur? Rəhmət olanda nə olur? Necə olur? Bir neçə cəhətdən açıqlaya bilərik. Əsas bu şeylə əlaqədar bir neçə kəlmə deyim. Peyğəmbər sallallahu aleyhi ve sellem bizə necə rəhmət olur? Bizə Allah-u Teala'nın dinini öyrədi, bizi cəhənnəmdən tutarır, cənnətə apar. Bu bir rəhmətdir. Yəni gəldi, rəhmət oldu, getdi, boşuna olmur. Yəni rəhmət olması üçün Peyğəmbər sallallahu aleyhi və səlləmlə dinimizi öyrənməliyik və dinimizi yaşamalıyıq, cənnətə getməliyik. Bizi cəhənnəmdən cənnətə aparır Peyğəmbər, elə rəhmət olur. Və yaxud da Quran-ı Kərimdə Allah-u Teala deyir ki, sən onların içərisində olduğun müddətcə mən onlara əzab göndərməyəcəm. Peyğəmbər sallallahu aleyhi ve sellem bizə bir cəhətdən onda rəhmətdir ki, artıq digər ümmətlər kimi bizim ümmət toplu olaraq həlak olmayacaq. Bax, bu Peyğəmbərin bizə rəhmət olmasıdır. Biz bu Mövlüd məclisində gəlib dinimizi gözəl öyrənməliyik. Mövlüd məclisinə ümumiyyətlə İslamda ibadətlər, mübarək gecələr elədir ki, bizdə nəsə iz qoymalıdır, bizə nəsə təsiri olmalıdır ki, faydasını görək. Yoxsa, belə deyək, yəni bunu bütün ibadətlər üçün deyək. Mövlüdə gəldim həyətdə, qaçdım, oynadım və yaxud da məsciddə söhbət elədim, imam danışdım, mən də danışdım, orada söhbət elədim, qeybət elədim, çıxdım, getdim. Yəni bir mənası yoxdur ki, bir mövlüdür. Hətta mən elə bəzi şeylərə deyirəm ki, gəlməsən daha yaxşı olardı. Heç olmasa, məsciddə qeybət savabı, günahı qazanmazdı. Və yaxud da, etdiyimiz ibadətlər bizə nə qazandırır? Nəsə qazandırırsa, bu ibadətin faydası var. Çünki ahirətdə, qardaşlar, biz müsəlman olaraq, bacılar, biz müsəlman olaraq, hamımız ahirətdə inanan şəxslərik. Ahirətdə bizi qutaran, etdiyimiz ibadətlər olacaq. Və hər bir ibadətin də bizə vermək istədiyi bir şey var. O ibadət bizə o şey verirsə, biz o ibadəti etmişik. Düzünü etmişik. Vermirsə, ibadətimizdə
problem var deməkdir. Bunu düzəltməliyik. Bax, Peyğəmbər s.ə.v bunları bizə öyrədir, belə rəhmət olur. Bir-iki ibadətdən misal verim, sonra Peyğəmbər s.ə.v danışır. Məsəl üçün, namaz qılırıq. Namaz bizə nə verməlidir? Namaz bizə nə verməlidir? Bunu hamısını Allah-u Teala, işıqlar mı söylüyor? Hamısını Allah-u Teala, Peyğəmbər s.ə.v, Allah-u Teala Qur'an-ı Kərimdə, Peyğəmbər s.ə.v hədis şəriflərində buyurubdur. Bizə nə verməlidir namaz? Namaz bizə, nə deyir Allah-u Teala Qur'an-ı Kərimdə? İnne-s-salate tenha anil-fəhşai vel-munkar. Namaz bizi pisliklərdən qorumalıdır. Çünki Allah-u Teala Qur'an-ı Kərimdə elə deyir. Və yaxud da Allah-u Teala Qur'an-ı Kərimdə deyir ki, Əqmis-salate li-zikri. Mənim zikrim üçün namaz qıl. Namaz bizə zikri verməlidir. Ona görə namaz gündə 5 dəfədir. Unutduğumuz zaman Allah'ı namaz bizə xatırlatmalıdır. Hər namazın arasında biz Allah'ı xatırlamalıyıq. Onu yaddan çıxartmadan yaşamalıyıq. Onu yaddan çıxartmadan yaşamaq, yəni Allah var, Allah, belə demək deyil. Hər namaz arasında etdiyimiz hərəkətlərin Allah'ın razılığına uyğundurmu, uyğun deyildirmi deyə xatırlayıb o hərəkətləri eləməliyik. Namaz bizə onu verməlidir. Vermirsə, deməli biz Allah'ın əmr etdiyi şəkildə namaz qılmırıq. Və Allah qorusun, Peyğəmbər s.ə.v deyir ki, elə namaz qılanlar var ki, ahirətdə Allah namazları onların üzünə vuracaq. Və ya bir hədis şərifdə deyir ki, elə təhəccüd qılanlar var ki, ancaq gecələr yuxusuz qalmaq, ancaq onlara o qalır. Məsəl üçün, orucu niyə tuturuq? Bir ay oruç tutduq. Orucu niyə tutduq? Oruç bizə nə verməlidir? Və Allah-u Teala Qur'an-ı Kərimdə deyir ki, Bismillahirrahmanirrahim, Ya eyyuhəl-ləzine əmənu kutibə aleykumus-siyam kəmə kutibə aləl-ləzine min qablikum. Ey iman edənlər, sizdən əvvəlki ümmətlərə oruç fərz olduğu kimi sizə də fərz olundu. Niyə? Ayənin sonunda deyir ki, Ləalləkum təttəqun. Bizi təqva sahibi eləmək istəyir. Təqva sahibi olmaq nə deməkdir? Nə deməkdir? Təqva sahibi insan o insandır ki, bütün həyatı boyu etdiyi əməllərin Allah'ın rızasına uyğun düşüb düşmədiyini fikirləşir və ondan sonra o əməli ya işləyir ya işləmir. Oruç bizi təqva sahibi elədi mi? Eləmədisə boşuna aç qalmışıq. Yəni bütün bu ibadətlərin məqsədi odur. Alimlər deyirlər ki, insanlar məsələn soruşurlar, bu gecə Qədir gecəsi mi? Və ya bu gecə Bəraət gecəsi mi? Və ya bu gecə filan gecə mi? Və yaxud da bugün Mövlüd var mı? Mövlüd günü mü? Yığışmışıq bura. Deyirlər ki, əgər həmin mübarək gecədən əvvəlki gündəki həyatın, yəni həmin gecədən əvvəlki maliklə sonraki malik eyni idisə, nə fərqi var? Axşam Qədir gecəsi idi, yoxsa Bəraət gecəsi idi, yoxsa Mövlüd günüdür? Heç bir fərqi yoxdur sənin üçün. Gəldin bura Qədir gecəsi keçirdin, bir şey o dəyişmədi. Getdin yenə, məsəl üçün, bazarda işləyirsənsə, kimisə aldadırdısa çəkidə, nə bilim nə, yalan danışırdısa, nədirsə də yəni. Bu gecə gəldin, Qədir gecəsi keçirdin, Bəraət gecəsi keçirdin, ya Mövlüdə gəldin, çıxdın, getdin, yenə eyni hərəkətlərə davam edirsənsə, sənin üçün nə fərqi var? Bu gecə Qədir gecəsi idi mi, deyil mi? Sənin üçün bir fayda yoxdur zaten. Allah-u Teala bu dini bizə göndəribdir ki, kamil bir insan olaraq yetişək, öz halımızı və hərəkətlərimizi düzəldək. Kim bu dünyada düzəldirsə, nə alə. Düzəldə bilmiriksə, o dünyada bizi ateş düzəldəcək, cəhənnəm düzəldəcək. Qardaşlar, həyat çox qısadır, 50 il, 60 il, burada hamımız demək olar məndən böyüksüz, belə danışmağımın haqqınızı alır, amma mən bunu deməliyəm. Çünki ahirətdə uşaq belə atasının yaxasından tutacaq ki, sən mənə niyə demədin? Siz hamımız mənim yaxamdan tutacaqsınız. Çünki Peyğəmbər s.ə.v deyir ki, ahirətdə bir nəfər digərin yaxasından tutar, deyər ki, sən mənə dünyada niyə belə demədin? Deyirəm, mən səni heç tanımıram ki,
Deneyeceksin, sen yoldan geçirdin, ben de yolun qırağında günah işləyirdim. Ne olsun tanımsam, o görürdüm. Kardeşler, bacılar, analar, dünya 60 yıl, 70 yıl, 80 yıl, 100 yıl. Ondan sonra ahiret. Ondan sonra biz hesabını vermək üçün qəbir evinə gedəcəyik. Peyğəmbər s.ə.v deyir ki, qəbri çox xəfifə almayın. Hətta kızı Zeynəbi bastırır Peyğəmbər s.ə.v kənara durur, gözündən yaş axır. Deyir, ya Rasulullah, nə oldu? Qəbir onu elə sıxdı ki, qabırğaların bir-birinə keçdi. Qəbir əzabından qorumaq üçün bu dünyada Allah-u Teala'nın dediği kimi yaşamalıyıq. Peyğəmbər kimi yaşamalıyıq. Bax, bu məclisdə Peyğəmbər kimi yaşamağı biz öyrənməliyik məclislərdə. Hər məclisdən sonra Peyğəmbərimiz s.ə.v-in bir xüsusiyyətini öyrənsək, Allah'ın bir əmrini öyrənsək, əməl eləsək, vallahi ömrümüzün sonuna qədər bütün həyatımız düzələr. Peyğəmbər s.ə.v neydi? Bax, Peyğəmbər s.ə.v birinci namazı sevirdi. 5 vaxt namaz gözümün nurudur deyirdi. Bugün biz 5 vaxt namazla aramız necədir? Peyğəmbər s.ə.v deyir ki, namazsız dində xeyir yoxdur. Və Peyğəmbər s.ə.v deyir ki, müsəlmanın ahirət aləmində ilk hesaba çəkiləcəyi əməl namazdır. Əgər 5 vaxt namazın hesabını verə bilsən, digər əməllərdən qorxma. Allah-u Teala o əməlləri yoluna qoyacaqdır. Eğer 5 vaxt namazın hesabını verə bilməsən, digər əməllər də çətin olacaq. Niyə? Çünki Allah-u Teala deyir ki, İnnə salətə tənhə anil fəhşə vəl münkər. Sən zaten 5 vaxt namaz kılırsansa, Allah-u Teala səni bu dünyada düzəldəcək. Çünki Kur'an-ı Kerimdə belədir. Bax, bizim namazla aramız necədir? Övladlarımıza namazı necə öyrədirik? Övladlarımızın namazla əlaqəsi necədir? Peyğəmbər s.ə.v deyir ki, 7 yaşına çatanda övladlarımızı namaza öyrədin. Bizlə beraber 5 vaxt namaza gelen dayıdan soruşuram ki, övladlar namaz, uşaq səhər namaza deyir, yazıqdır səhər namaza durğuzma və anası deyir ki, qılmıram səhər namaza durğuzma. Deyirəm, ay anam, cəhənnəmdə yananda necə rahat olacaqsan? Qıyacaqsan mı onda? Cəhənnəmdə yanma. Ona görə övladlarımızı indidən öyrədək. Baxın, Peyğəmbərimizin biraz uzun olur, qızalı eləyik. Bakın Peygamber s.ə.v xüsusiyyətlərindən biri, bugün bizdə en çok olan Peyğəmbərimizdə olmayan, heç vaxt yalan danışmazdı, heç vaxt başkasını aldatmazdı. Allah üçün hər özü üçün fikirləşsin. Ben fikirləşdim, məndə yox diye. Heç vaxt yalan danışmayanımız var mı? Yoxdur. Deməli, Peyğəmbərə bu xüsusda bənzəyə bilirik. Heç vaxt başkasını aldatmayanımız var mı? Deməli ki, yoxdur. Peyğəmbərimizə bu xüsusda oxşaya bilmirik. Peyğəmbər s.ə.v heç vaxt başqasını aldatmazdı. Bizdə xüsusiyyətdir. Bir şey satanda, alanda, bazarda işləyənlər varsa xətirənə dəyməsin. Onları belə düşündürmürəm. Ümumiyyətlə, bazardan da söhbət getmir. Yəni, bazar söhbət. Məsəl üçün, maşın satmaq istəyirik, gedirik, şeyə deyirik ki, qardaş, kosmetikasının gözəllə onsuz da satacağım. Kardeş, ondan kazandığı bu haramdır. İnek satırıq, əladır, 10 litr süt verir, təpiy atmıyor, ama yalan. Ondan kazandığı bu haramdır. Əslində İslamda belədir ki, bir şey satanda pis xüsusiyyətlərini deyib satmaq lazımdır. Çünkü bilsin, aldatırsansa kardeş, haram yiyirsən. 5 manat ucuz saat, pis xüsusiyyətlərini saat halal deyil. Allah-u Teala başka yerden sana verecek. Onsuz da var ya, o pulu indi yiyebilmezsiniz. Ya harasa iğneye, dermana ya neyse böyle taşlanacak, gelecek. Yani bu hususiyetli. Allah-u Teala sizi sevirse size haram yedirmeyecek. Onu dermana, iğneye vereceksin, gelecek. Bak, Peygamberimizin hususiyetleri buydu. Bak, Peygamberimiz s.ə.və ne kadar benziyirik. Mesela bugün bu mecliste, evde bir meclis geçirir. Ya mevlid olsun, toy olsun, nişan olsun. İnsanları dəvət edir. Bir müsəlman fikirləşər ki, bir dəvətnaməni Peyğəmbər s.ə.və verir. Çağıra bilərikmi evimizdəki bir məclisə Peyğəmbəri? Üzümüz olar mı? Toyumuza deyək Peyğəmbər gəlsin. Gəlsə bizim toyda iştirak edər mi? Nə deyər bize? Və yasımıza gəlsin. Şu toy kim yaq? Necələr dindarsan, yasdan danış, baş üstə. Yasımızdan danışaq. Peyğəmbər s.ə.v bizim yasımıza gələr. Peyğəmbər s.ə.v qəbrin üstünə apara bilərik. Bu bizim anamızın qəbridir. Deməz mi? Buna gündədir. Mən sizə belə mi demişəm? İslamda belə mi var? Qardaş,
Ölümden kaçış yoktur. Ölümden kaçış yoktur. Hamı ölecek. Müslüman olduğumuza göre de hamımız gidip ahirette hesap vereceğimize inanırız. İnanmayan varsa zaten bu mescitte ne iş var? Müslüman değil. Yani bunu açık diyek. Ahirete inanmayan adam zaten Müslüman değil. Ne kadar ise namaz kılsın. Ne kadar ise namaz kılsın, oruç tutsun. İnsan ahirete alemindeki, yani gelip o ahiret aleminde, bu dünyada elediklerin hesabına vereceğine inanmırsa zaten Müslüman değil. İslam'ın şartı 5'ti. Namaz kılmak, oruç tutmak, birinci kelime-i şehadet, zekat vermek, hacca gitmek imkan olanlara, bir de öldükten sonra dirilmeye inanmak. Bunları, yani buna inanmırsa zaten Müslüman değil. Biz inanırız. Əziyyət çəkib də 5 vaxt namaz kılırıq. Gəlin, Peyğəmbər sallallahu əleyhi və səlləmə oxşayaq və ahirətdə də onun yanına gedək. Onun yanında olmaq üçün onun kimi yaşamaq lazımdır. Eğer onu seviriksə, onun dediklərini əməl eləməyimiz lazımdır. 5 günlük dünyadır. Bəli, dünyamızda qazanmalıyıq. Çünki Müslüman varlı olmalıdır. Çünki Müslüman zəkat verməlidir, amma halal yox. Allah-u Teala həc əmr edir. Müslüman həccə gedə bilməlidir, amma halal yolda. Kimisə aldadaraq. Bax, bir dənə şərtdir, Peyğəmbər sallallahu əleyhi ki, müflis kimdir? Deyirlər ki, o bilməyən nə var? Bankrot olan adama müflis deyirlər. Deyir, xeyr, əsl müflis o deyil. Əsl müflis ahirət aləminə çoxlu savablarla gələr. Adam namaz qılıb, oruç tutub, zəkat verib, həccə gedib, savabları çoxdur. Amma bunu incidir. Haqqını almalıdır. Ahirette ancak sevap vereceksin. Başka şey yok. Pul yoktur. Biraz ona sevabından verir. Onu söyleyip ona sevabından verir. Bunu hakkına girip onun sevabından verir. Komşu da bunun torpağından yarım metre içeri girip sevabından ona verir. Ne bileyim gidip onun bağından bir şey yiyip ineği onun yerinde otlayıp sevaplarını paylayıp özde hiçbir şey kalmıyor. Buna diller müflis. O kadar emelleri ola gelir haram cehenneme. Bak buna diller ahirette müflis. Ona göre hayatımızı düzgün yaşamalıyız. İslam sadece mescidden içeri girenden sonra başlamır. İslam mescidden çıkandan sonra başlıyor. Biz komşumuzla nece yola gedirik? Kimin hakkına girdik? Kimin torpağını alırız? Kimin malını yiyirik? Kimin neyse kimden ne edirik? Kimin hakkına girdik? Kimden ne oğruyuruz? Bunların hamısı İslam'dır. Peygamber sallallahu aleyhi ve sellem'in əxlaqıyla əxlaqlanmaq lazım. Allah razı olsun, səbirlə dinlədiniz. Allah-u Teala bizə də, sizə də işlib əməl eləyənlərdən olsun. Onu deyib, biraz şeye düşməyin yani. Günahsız insan yoktur. Ancak Peygamber günahlıların en xeyirlisi tövbe eləyəndir. Ölüm anına kadar tövbe kapısı açıldı. Tövbemizi eləyək, günahlarımızı boynumuza Allah ve Allah-u Teala'dan bağışlanma diləyək. Allah-u Teala bağışlayandır. Hiç kimi günahına göre kınamayın. Çünkü günahının bağışlanması bir dene estağfirullah'a bakar. Bir kul hakikaten yürekten peşman olar. Allah'ım beni bağışla diyer ve o günahı bir daha işlemeyse emin olun, 1000% emin olun ki Allah-u Teala bağışlar. Bir adam 50 yıl içki içer, bir gün gelir diye tövbe ettim. Allah'a güzel destimiz olarak namaz kılar, tövbesini eyleyen bir daha içki içmezse bilin ki Allah-u Teala o günahtan ahirette soruşmayacak. Bağışladı. Rabbimiz bu kadar merhametlidir. Biz onu da eyleyebilmedik diye. Bir de estağfirullah deyip günahtan el çeksek geçmişimiz bağışlanır. Allah-u Teala bizi tövbe eyleyenlerden etsin. Allah-u Teala bizi, bak burada nece toplaşmışıqsa cennette Peygamberimiz etrafında böyle toplaşmağa ismet eləsin. Allah-u Teala buraya geldiğimiz gibi cennete girmeye bize nasip etsin. Allah razı olsun. Biraz uzun oldu. Hakkınızı helal edin. Hakkınıza değen söz dedimse hakkınızı helal edin. Mahiyetlendi. Allah sizden razı olsun. Allah-u Teala ömrünüze, ilminize bereket versin. Yani sizin izah etmiş olan bu hadis-i şerif olsun, ayet-i kerim olsun, ben bunu anlamaya çalıştım ki her ne kadar Kadir geceleri olsa da, Berat geceleri olsa da değişmemiz lazımdır. Değişeceğiz. Ahlakımızı değişeceğiz.
Efendim, ben değişebilmene bakın. Ben her gece yani bir 10 litre haram şaraptan içirem, veyahut içmişem, tövbe etmişem. Benim o kadar günahlarım var ki Allah beni affetmez. Allah-u Teala bu tür düşünenler için ayet-i kerime inzal buyurdu. Bismillah. وَمَنْ يَعْمَلْ سُوءًا اَوْ يَظْلِمْ نَفْسَهُ ثُمَّ يَسْتَغْفِرِ اللّٰهَ يَجِدِ اللّٰهَ غَفُورًا رَحِيمًا. Sadakallahul azim. Allah Teala Celle Celaluhu buyurdu ki, وَمَنْ يَعْمَلْ her kim işlerse su'an bir çirkinliği, bir pisliği, kumarı, öz nefsine, ailesine, komşusuna ederse, sonra sümme yestağfirillâhe, sonra bu insan samimi kalpten nasıl tövbeyle tövbe ederse, yecidillâha, o insan Allah Teala'yı mahşer gününde görecektir, cennete varacaktır ki gafûran rahîmâ, Allah Teala onu tertemiz etmiştir. Bu ayet-i kerimenin tercümanı olan Hz. Muhammed Mustafa Aleyhisselatü Vesselam böyle tercüme ettiler. وَقَالَ رَسُولُ اللّٰهِ sallallahu aleyhi ve selleme اَتَّائِبُ مِنَ الذَّنْبِ كَمَنْ لَا ذَنْبَ لَهُ, günahlarından tövbe eden sanki günah işlememiştir. Ona göre tövbe edeceğiz. Allah-u Teala'dan affını koparacağız. Yüce olan Mevla'nın dergahına tertemiz olarak haşrolacağız. Allah-u Teala o günleri hamımıza kısmet eylesin. Sözünce yine bizim beyitler okuyan kardeşlerimize havale ederiz. Allah-u Teala bütün ümmeti Muhammed'den razı olsun ya Rabbi. Buyurun.